Salam, hər vaxtınız xeyir olsun. Mən bugün mamamla birlikdə Cənub mətbəxinə aid olunan zeyran çörəyini hazırladıq. Bunun üçün nə istifadə etdik? 1 kilo un, 2 çay qaşığı quru maya, 4 xörək qaşığı qatıq, 2 ədəd yumurtanın sarısı, gedəcək qədər süd və 200 qram əridilmiş tərəyağı, bir umacıdan hazırladıq. Bir də pesokla qozdan istifadə etdik. 2 cür hazırladıq və çox dadlı idi. Umaca getdi 100 qram yağ, 1 stəkan pesok, 2-3 stəkan un, 2 ədəd yumurtanın ağı. Mama qəşəngcə əli ilə düzəltdi və qozu da sadəcə vanil əlavə etdik. Bir də pesok qarışdırdı və xəmiri yoğurduq, yumruladıq, gündələdik daha doğrusu. Qəşəng qırağını da büktü. Hər şeyin üstünü mama elədi. Bir dənə mən xəmiri yoğurmuşam. Əllərimizə sağlıq. Çox dadlı idi. Uşaqlar da qəşəng bəyəndi, yedilər, nuş etdilər. Həm tez hazırlanan bir şirniyyatdır, həm də çox dadlıdır. Siz də edin, inşallah ki bəyənəcəksiniz.